35 yaşında mən gənclər tanıyıram ki, hələ də evlənmirlər, ailə qurmurlar və ən başlıca səbəb bunların mənzil təminatı olmadığı üçündür. Və heç bir gənc bugün valideyni ilə bir yerdə yaşamaq istəmir. Maraqlı məqam bax burada. Deyir o incə məqam, ipin qopduğu yer buradır. Mənzil təminatı. Düzdür, bugün ipoteka fondu var, sosial mənzillərin satışı var, bunlardan istifadə eləyə bilərlər, amma bunların da faizi yüksək olduğu üçün tutaq ki, bir gənc işə girir, minimum əmək haqqı 400 manatdır və bunu ancaq ilkin evlilik dövründə dolana bilər. Əgər iki insan işləyərsə, tutaq bunların evinə bir 700-800 manat maaş gələcək də. Bununla bunlar ailəni təmin edə bilər. Bunlar digər şeylər, bəs bu gənclərin asudə vaxtının təşkili, bunların digər kursa gedən, idmana gedən, müxtəlif bir aktivitelərlə məşğul olan tərəflərinin ödənişi və dünyaya uşaq gələndən sonra və bunun xərcləri 2 qat, 3 qat böyüyür.